وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. Tutalım ki, rəhbərin hansısa bir şəriəti zidd olan böyük bir mülkəri əməlini dilə gətirmək o xurucdan sayılır yoxsa yox? Ümumiyyətlə, xuruc... Çağırmaq yox, sadəcə demək. Ümumiyyətlə, Şeyx Fovzan, rahiməhullah, deyir ki, kitablarının birində, deyir ki, daha doğrusu dərslərinin birində, deyir ki, xuruc hələ dillə başlayır. Dillə başlayır. Deyir, necə ki, böyük-böyük tonqalların, yanğınların səbəbi çınqı olubsa, eləcə də böyük ixtişaşların, vətəndaş müharibələrinin başlandığı sözlə başlayır. Görürsən, danışır, ən birinci necə başlayır? Kiçik şeylərdən, maaşlar, pensiyalar, azadlıq, nə bilim, işıq pulu, qaz pulu, su pulu böyüyür. Hamı da başlayır bunu danışmağa. Artıq hamının qəlbində kin, küdurət formalaşır, qaynayır. Ondan sonra artıq kənardan böyük təsirlər olanda, hansı ki, bunun üzərində işləyirlər, çalışırlar. Onu salanda artıq ölkəyə, o müsəlmanlar yaşayan yerə və yaxud digər yerlərə, görürsə ki, artıq müsəlmanlar artıq bu fitnə isə, bu fitnədə yanmaq üçün artıq hazırdırlar. Səbəb də nədir? Dil, danışmaq. Bizim millətdən halı elə deyil. Dil, danışmaq. Allah qorusun. Həmd olsun ki, əlhəmdülillah, indiyə qədər salamatçılıqdır. Ona görə, qardaş da, danışmaqdan da bacardıqca uzaq durmaq olar. Yəni, o danışmağın özü də, Şeyx Fovzan deyir ki, o da xurucdan sayılır. Hətta deyir ki, kim qəlbində belə varsa, nəysə, belə danışmaq, bu kimi şeylər, kinə səbəb olan narahatçılıq, deyir, o da xurucdan sayılır. Hətta dilinə gətirməsə belə. Bəli. Deyir, kinə səbəb olan, kin, küdurət varsa müsəlmanların rəhbərlərinə qarşı, deyir ki, bu özü də xurucdan sayılır. Ona görə, qardaşlar, baxın, Əhl-i-Sünnə vəl-Cəmaənin metodu var. Peyğəmbər sallallahu aleyhi və sələm bizə öyrədib. Peyğəmbərimiz sallallahu aleyhi və sələm buyurur ki, sizlərdən kim rəhbərə nəsiyyət eləmək istəsə, onun əlindən tutub çəkilsin onunla bir kənara. Onun əlindən tutub çəkilsin onunla bir kənara. Rəhbərə nəsiyyət bu şəkildə olmalıdır yalnız. Şəriətimiz bizə yalnız və yalnız bunu öyrədib rəhbərə nəsiyyət eləmək üçün. Lakin o deməkdir ki, hamı gedib can atmalıdır, gedib rəhbərin əlindən tutsun, ona nəsiyyət eləsin. Əgər sənin bu iqtidarında deyilsənsə, bu şey səndən qalxıb. Sən buna görə mükəlləf deyilsən. Buna görə mükəlləf deyilsən. Çünki bu şey səndə yoxdur. Amma yox, sən çıxıb YouTube-da, məsciddə, minbərdə və yaxud da parlamentdə və yaxud da nə bilim, harada durub rəhbəri gözdən salıb ona nəsiyyət verirsənsə, bu artıq Əhl-i-Sünnə vəl-Cəmaənin metodudan deyil. Ona görə İbn Abbas radiyallahu anhümə gəlib yaxınlaşıb deyəndə ki, niyə görə rəhbərə nəsiyyət eləmirsən? İbn Abbas deyir ki, məyər mən nəsiyyət eləyəndə sənə deməliyəm ki, nəsiyyət eləmişəm. Aydındır? Demə nəyə göstərir? Tətbiqi olaraq bu göstərir ki, nəsiyyət eləmişsə demir. Gizlidir. Və Şeyx İbn Hüseymin də bunu 40 hədisin şərhində bu hadisəni zikr eləyəndə, o hədisin şərhində ki, əd-dinu ən-nasihə, din nəsiyyətdir, o hədisin şərhinə gətirəndə deyir və sonra özü də bunu təliq eləyir ki, İbn Abbasın sözünün altında radiyallahu anhümə deyir ki, həqiqətən də rəhbərə açıq-aşkar nəsiyyət eləməyin iki fəsadı var. Daha doğrusu deyir ki, hər halda deyir pisdir. Bunun iki halı var deyir. Ya deyir, rəhbər o nəsiyyəti qəbul eləyəcək və yaxud da eləməyəcək. Eləyəndə deyəcəklər ki, bu bilmirdi, bunu ona filankəs öyrətdi. Eləməyəndə də deyəcəklər ki, əməl eləməyəndə də deyəcəklər ki, inatkarlıq edir. Gördün, hər iki halda rəhbərin şənini azaldır. Ona görə nəsiyyət gizlində olmalıdır. Və bunu sən bacarmırsansa, sən əlin çatmırsa daha doğrusu, o zaman sakitdir yerində, yalnız dualar edər. İmam Əhməd deyir ki, bilsən bir duam qəbul olacaq, onu da rəhbər üçün eləyərəm. Çünki hakimin islahı məhkumların islahıdır. Və sözsüz ki, məhkumların da islahı hakimin islahıdır. Ona görə dua eləmək lazımdır. Kim bacarırsa, ancaq dua eləmək lazımdır ki, Allah Taala müsəlmanların rəhbərlərini qorusun, onlara həmişə kafirlərin, zalimlərin üzərində üzaq eləsin, onların hidayətini artırsın, onları xalqı üçün və xalqı da onlar üçün və ümumilikdə də hamımızı İslam dini üçün faydalı eləsin və bizi İslamla, İslamı da bizlə izzətləndirsin. Səhv eləmirəmsə, o elm tələbələrindən o vaxt işitmişdim. Deyirlər ki, Şeyx Hüseyminə sual verirlər ki, siz qırava deyir, nəsiyyət edirsiniz. Bir öyle şey olur, əlbəttə ki, edirik də. Allah deyir, bəs niyə qəbul eləmirlər? Siz qəbul edirsiniz. Yəni, ondan çox sizə nəsiyyət olunur, amma qəbul eləmirsiniz. Bu narazılıq gətirib qədərə qarşı çıxardımı? Belə, yəni qədərdən şey...
Necə? Narahatsızlığın da, yəni ki, Qədərə qədərə qarşı çıxır. Beləsinə, Qədərə Əlbəttə var ki, o məsələn. əlbəttə ki, Həsən Əl-Basri rahimehullah o vaxt görəndə ki, insanlar rəhbərə Həccac barədə danışırlar, ona qarşı çıxmağa çalışırlar, fətvalar axtarırlar çıxmağa. O deyir ki, Həccac Allahın bəlasıdır siz üçün. Və Allahın bəlası da qılıncla dəf olmaz. Nə ilə dəf olar? İstiğfarla. Allahın bəlasını yalnız istiğfarla dəf olar. Ona görə ki, tövbə eləyin, istiğfar eləyin, siz halınızı düzəldin, Allah da sizin halınızı düzəltsin. Ona görə, bəli, Allahın qədərinə qarşı çıxmaq. Ümumiyyətlə, qardaşlar, hər bir şeydə, hər bir çətinlikdə şəriətin icazə verdiyi şeylərlə yox, şəriətin qadağan etdiyi səbəbləri götürüb vəziyyətdən çıxmağa çalışmaq, zərurətlər istisna olmaqla. Bu özü nədir? Qədərə qarşı çıxmaq. Bu özü qədərə qarşı çıxmaq. İnsan kasıbdır, məsələn, kasıblıqdan çıxmaq istəyir. Şəriətin icazə verdiyi səbəblərlə çalışır, alınmır. Sonra başlayır haramlara əl atmaq. Artıq bu qədərə qarşı çıxmaq. Səbəbləri götürdün, şəriətin icazə verdiyi qədər, necə bacarırsan, götürürsən. Alınmırsa, demək bu Allah Taala'nın sənin üzərində qoyduğu bir qədərdir və bu sənin üçün xeyirlidir və Allah Taala bunu belə istəyir. Və belə də olmalıdır. O zaman dayanırsan, gözləyirsən. Və beləcə də, qardaşlar, hər hansı bir çətinlik, nəsə varsa, bu da Allah Taala'nın bir qədəridir. Və şəriətin icazə verdiyi səbəblərlə düzəlmirsə, o da nədir? Dua eləmək. Dua eləmək. Və ya da kim bacarırsa, nəsiyyət eləmək. Əgər yoxdursa, düzəlmirsə, demək nədir? Allah Taala bunu belə istəyir. Və bununla da razılaşmaq lazımdır. Razılaşmaq lazımdır. Lakin necə? Dua eləmək, istiğfar eləmək, tövbə eləmək. Və beləcə də Allah Taala'nın izni ilə hər şey yaxşılığa doğru gedir. Əgər belə getsə. Ya əks halda isə daha da pis olacaq. Çünki biz Allahın köməyinə tərəf, necə ki, Şeyx Məşhur Hafizallah deyir, biz Allahın köməyinə tərəf qarışqa surəti ilə də olsa getsək, haçansa gedib o köməyə çatacaq. Haçansa gedib o nusraya, o hədəfə çatacaq. Lakin deyir, biz isə, məsciddə sütunu misal çəkdi, deyir ki, kömək buradadır, nəcat buradadır, biz deyir, təyyarə surəti ilə arxaya gedirik. Nəinki qarışqa surəti ilə o hədəfə getməyə lazım, getsək deyər çatar. Ona görə nə qədər ki, müsəlmanlar qurtuluşa, şəriətin qoyduğu yolla getmirlərsə, və eləcə də halları daha pis olacaq. Və buna da açıq-aşkar misal, məsələn, Suriyada, Libiyada, Misirdə baş verən hadisələr. İnsanlar istədilər rifahlarını düzəltsinlər və neynədilər? Şəriətin qoymadığı bir yolla, əslində şəriətin haram elədiyi yolla, rəhbərə qarşı çıxmaqla, ixtişaşlar salmaqla vəziyyəti islah eləməyə çalışdılar. Nəticə nə oldu? Azadlıq istəyirlər, çörəksiz qaldılar. Maaşlarının yüksəlməyini istəyirdilər, evlatların, uşaqlar yetim qaldı. Qadınlar dul qaldı. Aydındır. İstəyirlər, nə bilim, günləri, güzaranları düzəltsin, yolları yaxşı olsun, acından öldülər. İstəyirlər, geniş evləri olsun, yaxşı minikləri olsun, gəmilərdən tökülüb, dənizlərdə boğulub ölürlər. Niyə görə? Çünki çıxış yolun şəriətin qoyduğu yolla eləmədilər. Allah Taala istəyir ki, bütün müsəlmanların, yer üzərində olan müsəlmanların Allah Taala halını islah eləsin, günahların bağışlasın və tezlikcə onlara fəraj versin. Və hər bir məsələdə İslamın qoyduğu yolla getməkdə bizlərə də yardımcı olsun.